Salam, bugün sizə sadə bir formulu təqdim etmək istəyirəm. SLT. Araşdırmaq, öyrənmək və öyrətmək. Hər eşitdiyiniz xəbərə dərhal inanmayın və onu dərhal paylaşmağa tələsməyin. Həmişə fərqli mənbələri yoxlayın. Yeni şeylər öyrənməyə çalışın. Özünüzə və başqalarına niyə və necə suallarını verin. Dünyada baş verən yeniliklərlə maraqlanın və sizə qaranlıq qalan mövzuları araşdırın. Hər hansı bir məsələ üzərində alimlər kimi fikirləşməyə çalışın. Özünüzə uyğun öyrənmə metodunu tapın və öyrəndiklərinizi mütəmadi təkrar edin. Yaşadığınız ölkədə hüquqlarınızı yaxşı bilin. Həmçinin bugün dünyada şərtlər çox sürətlə dəyişir. Yeni bir peşəyə keçmək, yeni texnologiyaları mənimsəmək və mühitə uyğunlaşmaq tamamilə sizin öyrənmə qabiliyyətinizdən asılıdır. Heç bilənlərlə bilməyənlər bir olarmı? Savadsız cəmiyyətləri idarə etmək və manipulyasiya etmək asandır. Öyrətmək insanları azad edir. Onlara öz hüquqlarını qorumaq gücü verir. Elm də sübut edir ki, bir insan öyrəndiyi şeyi başqasına izah edəndə öz beynindəki boşluqlara daha tez fərq edir. Sizin öyrətdiyiniz bir nəfər sabah başqa insanlara öyrədəcək və bu, zəncirvari şəkildə bütün cəmiyyətin səviyyəsini qaldıracaq. Öyrəndiyi faydalı biliyi başqalarından gizlətmək isə doğru hesab olunmur.